benim biberli pendirim. Ay Allah çok güzeldi kızlar. La la la. Bu pendire mahnı okudum, oynadım. Bu benim telefonla pendirim idi. Bunu görmüşdünüz kızlar. Hı? İndi isə bugün isə sarı köklü, biberli, yaşıl biber, kırmızı biber, istiot. Belə bir pendir hazırlayıram. Bax, qırmızı biberlər, sarı biberlər və yaşıl biberlər xırda-xırda kubik şəklində doğranacaq. Pendiri torbaya tökəndə bu biberləri qatacağıq. Təsəvvür edirsiniz, pendirin içində biberlər, rəngli biberlər, qızlar. Bir de sarı kök vuracağım kızlar. İki cür pendir eləyəcəm. Birini ağ, birini sarı. Bir de ben çok istettim axı. İşte orada pendir değişik olur. Yaxşı. Bismillah. Üzüm qaymağına bax. Ne kadar qaymaq yığışdı. Birdən bu tutmaz yer pişmiş kimi olubdu. Yaxşı. Bismillah. Qaymaq seçersin. Bu düşsün. Bir qaşıq buna tökdüm. Bismillah. İlıq ol, ilıq. Yaxşı. Yarım qaşıq da buna tökürəm. Əlini süzün rengi Qalmasa, demək olur. Deməli tutulur. Biberlərim hazır. Gördünüz. Belə doğramışam. Bu birisi pendirə sarı kök tökmüşəm. Bir dənə baxın qızlar. Bax, gördünüz. O da yaxşı əvvəlcədən tökərdim gərək. Mayanı gərək tökməmişdən. Mayanı tökməmişdən. Bu mənə bir təcrübə olsun. Südün içərisinə sarı kökü töküb qarışdırardım. Ondan sonra mayanı tökərdim. Onu düz etmədim qızlar. Demək nə cür yoxlayırıq tutmağını. Bax belə edirik. Əgər əlimizdə qalmayıbsa, demək tutub. Amma sizə deyim, bax mənim tərxunlu pendirimə baxın qızlar. Görün nə gözəldir. Bax görürsüz. Pendirin içərisində tərxunlar elə də gözəl bax yetişibdi ki hələ. Pendir çiğ südlə olur. Bəli, pendir çiğ südlə olur. Bişmiş süddür Ülviyə xanım. Xeyr qızlar, bişmiş süd deyil. Pendir çiğ südlə olur. Bişmiş südlə etdiyimiz isə qızlar o şeydir. Kəsmikdir, kəsmik. İndi doğrayıb tökürəm torbaya. Torbam da hazır qızlar. Baxın, nə gözəldir. Ay, hələ indidən qəşəng görünür ay qızlar. Bir də buna baxın, buna baxın. Çok güzel görünür axı. Buna baxın ay qızlar. Nə gözəldir. Təsəvvür edin də pendirin içində belə biberlər rəngli. Ay Allah. Çok gözəldir. Çok. Baxın, pendiri kəsəndə içindən qırmızı, ağ rənglər qarışacaq bir-birinə. Yaşıl, sarı. Öpürəm qızlar. Belə pendir görməmisiniz. Bunu ancaq Ülviyə bacınızın səhifəsində görə bilərsiniz. Baxın, pendirə baxın, pendirə. Ay maşallah. Görün nələr sizin üçün araşdırıb tapıram. Ay xanımlar, qədrimi nə vaxt biləcəksiniz, nə vaxt. Baxın, pendirə baxın. Necə? Doğrudan. Bu mənim tərxunlu pendirimdir. Gözəlim, tərxunlu pendirim. Nətər bir tərxunlu pendiri qızlar? Azərbaycana mən mod salmışam. Daha doğrusu qaynanam mod salıb ay qızlar. Baxın, bu mənim tərxunlu pendirim. Hansı ki bax burada gözünüzün qabağında qoydursun. Deyəcəm, ağrılığı yer götürər, rüzsuzunu Allah yetirər. Bu tappatanı tapın görüm. Yerən gəldi. Görüm hansı kinoda day Allah bu. Əhməd hardadır da. Elə mi? Əhməd hardadır da Nərgiz xanım deyir, ay qız deyir. O nə cür oynamaqdır? Elə oynamazlar. Alır əlimə. La. Yatırış. Dövdən şey, Ülviyə. Əhməd hardadır da üzümlə oynayır. İndi onu kimi la. Biberli pendiri doğrayın baxaq. Nəmərlə. La. Nəmər istəyir pendir. La. Nərgiz xala, Əhmədin anası. Ay sağ ol. İndi qızlar nəmər istəyir, nəmər.
Pendirlər nəmər istəyir, pendirlər. Ay Allah, mən evimizə qız idim, bu xanım verilişdə aparır da qəşəng bahalı qabları reklam edirdi. Bəli, əzizim, bəli. Bahalı qablar reklam eləyə, özümə də bahalı qablar aldım. Onun içində nədir? Zaryatka o ölür, göstər baxaq. Zaryatka. Düz deyirəm. Bizim zaryatka, sizin zaryatka. Onun içindəki nədir? Mən bilirəm. Hökməli. Ay hökməli. La 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 li la la Pendir. la la li la la. Mənim biberli pendirim. Ay Allah, çox gözəldir qızlar. Elə bir pendirin içində marmalatlar var. Ne gətirim? Demək bu sarı köklü pendirdir. Bu da ağ biberli pendir. Ne Gəlin gətirim? kəsək görək Ne necədir. gətirim dedin? Tərxunlu pendiri gətir. Tərxunlu pendir. Bu Dən nədir? görsədim. Qızlar. Ay Allah, təsəvvür eləyin ki, bu süfrədə necə görünəcək də qızlar. Ne Bəh, qəşəng. bəh. Çox qəşəng. Amma Demək tərxunlu yemək pendir istəyirəm. hazırladım sizin üçün. Bu da biberli pendir qızlar. Bax belə. Amma sarı köklünü kıvamını edə bilməmişdim. Qızlar, nəzərə alın ki, birinci dəfədir də. Gəlin, bunu da kəsim sizin üçün. Salam Müji. Biberli pendir nədir? Özündən çıxarıbsan. Hə də, nə olar ki, özündən çıxart da bir Bir də mən fantaziya görsədim olsun. bundan. De. Ay, İçinə baxın, bu da bu bir da. başqa gözəldir qızlar. Nə gözəldir. Çox gözəldir. Həm də kokusu çox gözəldir. Mən Bu sarı köklü pendirdir qızlar. bundan istəyirəm əvvəl. Sizcə südü qaynadı nə çıxdı? İndi onu göstərəcəm, heç nə çıxmadı. Maraqlı da olar. Hə, Necə yapsınız amma var? qızlar pendiri 40 gün. Bax, keçən dəfə bir ay demişəm, 40 gün Sağ qızlar. olunuz. İşlətmək olmaz. Çünki bu çiğ süddəndir. Sağ olun. Çox gözəldir. Əllərinizə Sağ sağlıq. olun. Çox sağ olun ay qızlar, çox sağ olun. Qoy tərxununu da gətirim. Tərxunlu pendirimi də gətirim. Ay Allah, necə gözəl. Ay Allah, necə gözəl hissdir Necə qızlar. yaşım var? Çox gözəl hissdir. Ay deyir, bu nə gözəllik. Vallahi qızlar. La. Bayaqki kimi. Da bu pendir. Nə bilim, bu pendir nə cür yeyiləcək də. Bu pendirə mahnı oxudum, oynadım. Belə bir yemək təqdimatla istədim, amma. gətirdim. Hə? Çox qəşəngdir. Qəşəng görsəndi yemək istəyirəm. Lətiş deyir, mən bu dəqiqə yemək istəyirəm, deyir. Qışca Pendiri duzlu saxlamalıyıq, suya amma. qoymaq üsulunu deyin, xahiş. Salam, şor alındı mı? Gedirəm indi şorun qazanını göstərəm. O suyu gözünüzün qabağında tulluyum ta bəsdir. Qızlar, alınmadı. Əlbəttə ki, o suda bütün südün nəyi var bura gəlibdir. Amma- Suda pendir şor olar axı. Pendirə biber yox, tərxun olar. Kəkotu yaxşıdır. Ay. quşcuğum qalmadı Arzu, Mama. ay Arzu. Sən elə bilirsən ki, mən az bilirəm, ay Arzu. Məhz sizin xətrinizə Arzu xanım gətirirəm. Mama. Gör nəyi gətirirəm. Mama. Bəs sən get buradan, sən bunu neyin götürmürsən? Hə, yaxşı. Söz deyəcəm, amma bu 40 gün qalmalıdır. Məhz Arzu xanımın xətrinə, gəlsin studiyaya tərxunlu pendir. Yadınızdadır, o biri var idi, deyirdi. Priz bu studio. Yadınızdadır qızlar. Ay Allah, o Moskvadan gedirdi qızlar. Barabanı fırladırdılar, yadınızdadır. Deyirdi ki, priz bu studio. İndi onu kimi? Arzu xanım, sizin eşkinizə tərxunlu pendir. Poliçudes, hə ay qızlar, Poliçudes Yakuboviç. Hə, indi onu kimi? İndi deyirsən ki, ay Arzu xanım, yəni mən tərxunlu pendir çalmamış. Birbaşa keçmişəm biberli pendirə. Prosta sizə maraq qatmaq üçün qəşəng ideyalar fikirləşirəm də. Gecə başıma gələnə baxın. Gecə yatıram, fikirləşirəm ki, sabah nə pendir hazırlayım.
Duza qoyacağam qızlar. 1 ay duzda qalacaqdı. Duzlu suda qalacaqdı. Birinci duzluyuram qızlar. O üzünü bu üzünü duzluyuram. Öz suyunu buraxır. Pendir də əzim, pendir. Ondan sonra da duzlu su hazırlayıram. Duzlu su hazırlanması isə çox həssasdır da. Məsələn, pendiri duzlu su hazırlayıb qoyarsan, kıvamı düz olmaz. Onda mütləq o pendir xarab olacaq, heyf olacaq. Ona görə də pendiri necə ki dəqiq hazırlayırıq, suyunu da o formada dəqiq hazırlamalıyıq. Tərkibindəki nədir zəhmət olmasa? Qızlar, rəngli biberlərdir də. Bu biberli pendirdir. Bu biberli pendirdir. Bu da sarı köklü pendirdir qızlar. Düzdür, sarı köklü pendirimi tam alındıra bilməmişəm. Amma mütləq gələn dəfə alındıracağam və canlıda sizlə birlikdə çalacağam yenə qızlar. Sabahlarım mütləq canlıda pendir çalacağam qızlar. Bəs suda içindəki pendir pis olmur. Yox da bəs qızım, bəs pendiri gedirsiniz mağazadan alanda görmürsünüz, onu suyun içindən çıxarıb bizə verirlər. Elə pendirdən çıxan suya duz qatın, onu da saxlayın. Şəbnəm, nəsə qaynanam elə demir də, mən qaynanamdan öyrənirəm. Bu qız yaradır da, ay Vəfa, bəli də gəlin ocağa gələr də Vəfa. Biber pis olmur, niyə pis olsun ki, əzizim? Biber turşusu qoymursunuz, biber duzda xarab olar, heç olmaz, narahat olmayın. Saat neçə, bu içindəki rənglilər nədir? Bunlar biberlərdir qızlar, biberlər. Gələn dəfə isə qara istiotlu, sarı köklü biber qatmayacağım. Qara istiotlu, sarı köklü pendir hazırlayacağım. Yox, təmiz suya qoyanda yaxşı olur, öz suyunda pis olur. Təmiz su ilə düzəldəcəm qızlar. Hələ pendir suyu düzəltmək vaxtı deyil. Çünki pendirləri təzə hazırlamışam. Hələlik öz suyunda duzluyuram, öz suyu çıxır, öz suyunda saxlayıram. Sizə qulaq asanda insanın əsəbləri sakitləşir. Sağ olun əzizim.